dəyişikliklər nəticəsində olur. Çox vaxt insan yatır, axşam yuxuda tərləyir, başı o yataqdan düşür aşağı və həmən momentdə görürsünüz ki, boyun disklərində və yaxud fəqərələrində müəyyən yerindən tərpənmə olur. Və onlar onun yanından keçən damarları, sinirləri sıxdığına görə həmən baş ağrılar ömür boyu davam edir. Əgər məsələn, o manual terapevt onu yerinə qoymasa, həmən baş ağrıları ömür boyu davam edir və çox vaxtı bunları migren ağrıları kimi də adlandırırlar. Amma əslində, məsələn, çox vaxt mənim yanıma belə xəstələr gəlirlər, görürsən ki, o 20 il, 30 il olan baş ağrısını 5 dəqiqə, yəni həmən o diski, fəqərəni yerinə qoymaqla onu 5 dəqiqə həll eləmək olur. Ancaq o demək deyil ki, bütün insanlarda belə olur. Yəni, beyin şişlərində də baş ağrısı ola bilər, qan azlığında da baş ağrısı ola bilər. Dolayısıyla, burada konkret xəstəlik tapılıb, konkret müalicə olunma. Ona görə də siz düz buyurdunuz ki, həkimə getmək lazımdır. Təşəkkür edirəm. Yəni, ən azı heç olmasa sahə həkiminə müraciət eləsin. Doktor dediyi kimi, sahə həkiminə müraciət eləyəndən sonra isə tam aydınlaşdırmaq olar. Yəni, ola bilər, doğru deyir doktor, elə də ola bilər, belə də ola bilər. Yəni, burada o qədər səbəblər saydı ki, doktor hələ mən dedim də, mən 1-2 dənə saydım. Əgər başlasalar Gülər xanım, Həsən ağa doktor saymağa çox böyük saymalar baş verər. Bizim telefonlarımız 510 32 79 492 16 20 açıqdır, 69 74 SMS ünvanımız açıqdır. Amma zəngləri bir qəbul etməmişdən qabaq mən dediyim kimi istəyirəm ki, Gülər xanım bugün hansı bitkidən danışacağıq, ondan bir 2-3 dəqiqə giriş eləyək, sonra söhbətimizi davam edək. Çox sağ olun Şirət müəllim. Bu günləri biz rozmarin, biberiya, Azərbaycanca belə deyilir, bundan danışacağıq. Bu çox gözəl bir bitkidir, yəni elə adı da adama xoş gəlir. Bu sanki insanda ruh yüksəkliyi yaradan bir bitkidir. Həmişə yaşıl, isti sevən bir bitkidir. Bunun tikanlı yarpaqları vardır. Ümumiyyətlə, rozmarin bitkisi təbabətdən əlavə kulinariyada da istifadə olunur. Amma bizdə əsas lazımdır ki, biz bunun təbabətdə istifadə olunan tərəflərini deyək. Rozmarin bitkisi ümumiyyətlə qədim zamanlardan Yunanistanda, Misirdə, Romada bundan çələnglər hazırlayırdılar bunun yarpaqlarından. Başa qoyurdular ki, yəni bu insana sanki gözəl təsir edirdi. İnsan o lazımsız fikirlərdən, pis fikirlərdən uzaq olurdu, özünü çox gözəl hiss edirdi. Hətta yəni toy mərasimlərində də ailə quran gənclərə bax bundan, bu çiçəklərdən, rozmarin çiçəklərindən hədiyyə verirdilər ki, yəni xoşbəxtlik rəmzi kimi istifadə olunurdu. Rozmarinin təbabətdə, biberiyanın təbabətdə istifadəsinə qayıdaq. Əsasən, yəni bu rozmarin elə bir bitkidir, bunun antiseptik təsiri vardır, bunun antioksidant təsiri vardır. Bu təbii konservantdır, təbii konservant. Yəni rozmarin bitkisi ümumiyyətlə deyərdim ki, ilk növbədə nevrozlarda istifadə olunur. Hipotoniyada, təzyiq aşağı olan insanlarda çox gözəl təsir edir. Yəni təbii konservant o deməkdir ki, adam yesə o da konservləşib cavan qala bilir. Bəli, yəni bu təbiidir. Yəni biz bunu istifadə etdikdə bizə heç bir ziyanı gəlməyən bir şeydir. Rozmarin, ümumiyyətlə, rozmarinin özü nəinki bu dediyim kimi nevrozlarda, bu həmçinin ağız boşluğu, mədə-bağırsaq sistemi xəstəliklərində, ürək-damar sisteminin xəstəliklərində, yəni yanaşı müalicə kimi biz nevrosirkülator distoniyanın bir forması var, hipotonik forma. Bax, NSD-nin hipotonik formasında bu rozmarindən çox geniş istifadə olunur. Rozmarin dediyimiz kimi antioksidantdır, mən onun tərəfini qeyd elədim. Bundan başqa, bunu bradikardiyada da istifadə eləmək olar. Bradikardiyanı da tənzimləyir. Yenə bunu deyirəm, mən yanaşı bir müalicə kimi gedir. Təzyiqi qaldırmaq xüsusiyyəti vardır. Mədə-bağırsaq sisteminin xəstəliklərində, öd qovuzu kimi, öd kisəsi xəstəliklərində geniş istifadə olunur. Rozmarin bitkisi adamda ruh yüksəkliyi yaradır, həyat eşqi yaradır. Ona görə məsləhətdir ki, bu bitkidən geniş istifadə eləsinlər. Geniş, ondan vannalar qəbul eləsinlər, bəli, vannaları, ondan yapmalar. Bəli, onun yağından istifadə edirlər, saçın dibinə çəkmək üçün nəyə görə? Çünki bu yerli qan dövranını yaxşılaşdırır. Yerli qan dövranına çox gözəl təsir edir. Qırışları sanki açır, sanki cavanlıq yaradır insanda, cavanlaşdırır, cavanlığı qoruyub saxlayır. Yorğunluq zamanı, yorğunluq ağrılarında isə, yorğunluq baş ağrılarında bayaq dedik. Onda gicgahlara bir qədər biberiya yağı sürtməklə, rozmarin yağı sürtməklə bundan qurtulmaq olur. Sonra müxtəlif nahiyələr, məsələn, belə deyək, axşam işdən yorğun gəlmişsiniz, bir qədər yanınızda biberiya yağı var. Müxtəlif bir neçə nöqtəni deyim, ən azı şiatsuda belə bir şey var. Bax, bu əllərdə bu hissə, bax bu hissə, yəni baş barmaqla şahadət barmağı arasında bu iki nöqtə və bir bu nöqtə və iki də bax bu nöqtələr. Bax bu hissələrə
biberiyə yağı vuraraq yüngülcə onları masaj edirsiniz və görəcəksiniz əhvalınız xeyli yaxşılaşdı. Həm də onun ətri sizə aromaterapiya kimi çox gözəl təsir Çox gözəl göstərəcək. ətri var. Dəniz təravəti sanki Çox xatırladır gözəl. adamı. Hətta onun müxtəlif dediniz, xvoya kimlər kimi ətri olduğuna görə ondan müxtəlif sinir xəstəliklərində də istifadə olunur. Bizim telefonlarımız 512 79 492 16 20 açıqdır, 69 74 SMS ünvanımız açıqdır. İcazə versəz mən zənglərdən qəbul edim. Doktor, istəyirdiniz deyəsə nəsə əlavə edəsiniz? Buyurun, buyurun. Alo. Bəli. Salam aleyküm. Aleyküm salam. Mən fikir etmədim. Qaynanamın ayaqlarında keymə var, 77 yaşı var. Bir ayağı elə bir keyməsi var, buz kimi olur ayağı. Elə bir deyir, qar bağlayırlar ayağıma. Müalicə də eləyib, xeyri yoxdur. Şəkəri var xanım? Ha? Şəkəri var? Yox, yox. Yəni nədən müalicə olunub? Əsas mən ona görə Elə soruşuram. ayağına görə qan dövranında deyir, həkimlər deyir ki, Qan qatılığı var da, yəqin bir balaca bu məsələyə də aydınlıq gətirin. Qan qatılığı necə? Yəni bunu qan yəni yox. Türk Hasarı ilə istəyir ki, yəni Yaxşı. nə xeyir eləyər onu. Aydındır. Aydındır. Təşəkkür edirəm zəngin üçün. İkinci zəngi də qəbul eləyək. Alo. Alo, salam aleyküm Fikret. Aleyküm salam. Həkimləri də salamlayıram. Mənim sualım anamla bağlı. Anamın 57 yaşı var. Demək, həkimdə olub, deməli, əlamətlərlə bağlı. Deməli, ona serebral arakteniya, indi bilmirəm Rusiyada yoxsa Azərbaycanda, bir də Nə, serebral nə? nevrotik sindrom, bəli. Bir dəqiqə serebral nə? Arachnoidit dediniz. Serebral arakteniya belə. Aha. Aydındır. Bir də astenonevrotik sindrom diaqnozu qoyublar. Bilmək istəyərdim ki, bu nə ilə bağlıdır? Yəni, bu biraz izah eləyərdiniz. Bir də ki, bunun Herbaflora şirkətinin məhsulları, yəni təbii vasitələrlə müalicəsi mümkündürmü? Yəni, hansısa bir bitkilərlə. Təşəkkür edirəm, sağ olun. Doktor, birinci zənglə bağlı istəyərdim ki, o ayağı 77 yaşı var, ayağının biri keymələr olur. Bəli, birinci zənglə bağlı olaraq mən nəyi demək istəyərdim? Əgər xanımın 77 yaşı varsa, mən həmişə xəstələrə sataşıram, deyirəm ki, böyüdükcə problemləriniz artır. Yəni, bu xanım da gəlib elə bir yaşa çatıb ki, artıq bu problemlər necə insanın 77 yaşında üzü qırışır, saçı ağarır, gözü pis görür, ürəyi pis işləyir. O cümlədən damarlara da qovulan qanın, yəni ürək zəif olduğuna görə damarlara qovulan qanın miqdarı azalır. Yəni biz ağac əkmişik, ona su verə bilmirik, o ağac yavaş-yavaş yanır. Burada da ona oxşar bir proses gedir. Damarlar bir tərəfdən yaşla əlaqədar olaraq daralır, kirəzləşir. O bir tərəfdən ürəyin vurğusunun gücü azalır. Yəni elə bil bu ürək nasosdur. Onun indi bu günləri o qədər işləyib ki, artıq o öz gücü ilə qan qova bilmir. Əlbəttə o qan ətraflara çatmayacaq. Yəni barmaqların ucuna, xüsusən ayaq barmaqlara çatmayacaq. Ona görə də orada keymələr olacaq. Bunun üçün bu xəstə kompleks müalicə olunmalıdır. Yəni birincisi ürəyin öz damarları, yəni ürəyin koronar damarlarına, ürəyin özünə yemək verməsək o özü də işləyə bilməz. Birinci ürəyin özünün işemiyası müalicə olunmalıdır. Ürəyin gücü artırılmalıdır ki, o da ətrafa qan qovsun. İkincisi, ətraf damarları genişləndirən xüsusi trental tipli dərmanlar var. İndi o dərmanlar çoxdur. Adını çəkmək burada istəmirəm, reklam olar. O tipli dərmanlar verilməlidir ki, bir yandan damar genişlənsin, bir yandan da ürəyin gücü artırılsın ki, ora gedən qanın miqdarı artsın. Bir də ki, bu xanım boş vaxtlarında özü öz ayağını və yaxud bir nəvələrinə, nəticələrinə masaj elətdirsə, o da çox kömək eləyər. Çox sağ olun, doktor. İkinci zənglə bağlı istəyərdim bir. İkinci zəng serebral arachnoiditdir. Yəni bu nevroloji bir diaqnozdur. Bunu nevropatoloq adına görünən kimi müalicə eləməlidir. Biz buna qarışa bilmərik. Amma ki bu astenonevrotik sindrom dedi. Yəni bu nevrozla əlaqədar bir əlamətlərdir. Buna görə yəni herbaflorada xüsusi nevroz əleyhinə yığıntıları vardır. Yemişan kimi yığıntılardır. Biraz baş ağrıları, bəli, psixotu kimi, bəli. Yəni ginkgo biloba kimi. Amma o birinci o serebral arachnoidit, yəni bunun yəni müalicəsi ancaq nevroloji müalicədir. Bunu başqa cürə demək olmaz. Qan dövranında yaxşılaşdırmaq üçün dediyim kimi ginkgo biloba kimi, yemişan çiçəkləri kimi, ağ öksə otu kimi dərman bitkilərindən istifadə edə bilərlər. Əsasən Birinci bunlardan. zəngdə də mən güman edirəm ki, məsələn, Ad Şabaldına xanım əgər Herbaflora şirkətinin məhsullarından istifadə edə bilər, məsələn, qan durulducu məhsullardan istifadə edə bilər, Yapon saforasından istifadə edə bilər. Bir mən reseptə deyərəm onun üçün. Zəhmət olmasın. Yemişan çiçəkləri, çöl qatır quyruğudur, ağ öksə otu, bir də boyma dərən otu. Yəni bunlardan götürülür, dəmlənilir, bunlardan istifadə edə bilər xəstə. Yəni bu əsas etioloji müalicəni biz danmırıq. Yəni həmişə etioloji müalicə olunmalıdır ki, yanaşı olaraq bu fitoterapiya da ona qoşulsun kombinə şəkildə. Çox sağ olun. Və həm də xaricə sürtmə kimi kamfradan tutmuş müxtəlif damar genişləndirici hər hansı bir dərmanlar. Məsələn,
at şabalının yağı var, bundan istifadə eləsin, belə şeylər var. Bayaq dediyimiz rozmarinin yağı qan dövranını Biberiyenin yaxşılaşdırır. yağı çox gözəl masaj üçün yaxşıdır və həmçinin də isti soyuq belə proseduralardan keçsin. İsti soyuq o deməkdir ki, yəni gah isti, gah soyuq proseduralar edə bilər. Bunu su ilə də elə bilər və digər üsullarla da eləyə bilər. Xanım bundan istifadə eləsin. Amma birinci xanım məsələn serebratiya çayından istifadə eləyə bilər. Bəli, var. Serebratiya bəzi beyin üçün yığıntı var, amma mən dedim nevroloji, nepatoloqla məsləhət versin. Yaxşı olar ki, öz həkiminin nəzarəti altında olsun. Bizim zəylərimiz 512 79 və 492 16 20 açıqdır. 69 74 SMS ünvanımız açıqdır. Buyurun SMS-lərinizi yazın. Yazır bilirubin həmişə yüksək olur. Hepatitlər yoxdur. Ödün boyun hissəsində əyrilik olması ilə əlaqələndirirlər. Doktor. Yəni belə bir SMS gəlib bizə. Deyir ki, bilirubin həmişə yüksək olur. Deyiblər ki, demək ödün boyun əyriliyi var, ona görə bu belə olur. Bilirubin bir çox xəstəliklərdə yüksək ola bilər. O cümlədən qaraciyərin öz xəstəliklərində, sirrozlarda, hepatitlərdə qalxa bilər. Ondan başqa bilirubin öd kisəsinin xəstəliklərində, xüsusən öd kisəsinin həm əyriliklərində, həm daş xəstəliyində, öd kisənin iltihabı xəstəliklərində, mədə-altı vəzin xəstəliklərində müşahidə oluna bilər. Burada əgər bu bilirubin qanda çoxdursa, bunun konkret səbəbi tapılmalıdır. Burada xəstə hər tərəfli müayinə olunmalıdır. Tapılmalıdır ki, bilirubinin səbəbi, qalxma səbəbi nədir və onda onu tezliklə aradan qaldırmaq olar. Ancaq elə belə kör-körana tutaq ki, bilirubini aşağı salan xüsusi dərmanlar verək və yaxud qaraciyərin fəaliyyətini yaxşılaşdıran dərmanlar verək, beləliklə onu aşağı salmaq mümkün deyil. Yəni etiopatogenetik səbəbi tapılıb müalicə olunmalıdır. Yəni burada qaraciyər sınaqları da yoxlanmalıdır. Əlbəttə, ona görə deyirəm, hər tərəfli müayinə olunmalıdır. Ondan sonra müalicə olunmalıdır. Yəni kör-körana yox. Fitoterapiya da o baxımdan elə müəllim qeyd elədi bu barədə. Salam, mən Naxçıvandan narahat edirəm. Mən 2 ildir ki, evliyəm, analizdə vermişəm. Məndə analiz sıfırdır. Xahiş edirəm, bunu deyin, səsləndirin yəni. Amma sıfır məsələsi belədir ki, burada yəni həmən öz sahə həkimi, o ginekoloqdur ya androloqdur, yəni nə bilim, hansı həkimə ki müraciət edib, o həkimlə məsləhətləşsin hər halda. Yox, əgər, mən üzr istəyirəm, əgər burada spermatozoidlərin sayı sıfır səviyyəsindədirsə, artıq bu adamın nəsil törətmək qabiliyyəti yoxdur. Ancaq burada dünyada bugün xüsusi metodlar var. Bu metodlarla, yəni bu metodlar çox bahalıdır və bizim ölkəmizdə bugün tətbiq olunmur. Məsələn, Amerikada var, xarici ölkələrdə var. Yəni həmən adamın öz toxumasından götürüb başqa bir canlıya köçürdürlər, orada yetişdirirlər və ondan o nəsil törədə bilər. Amma belə bugün onun həmən adamın nəsil törətmə qabiliyyəti bu vəziyyətdə elə necə sıfır deyir, sıfıra da bərabərdir. Burada bir yazır, axşamınız xeyir, mən hamiləyəm, qanımda hepatit B çıxıb, nə edəcəyimi bilmirəm, uşağa ziyanı ola bilərmi, mənə məsləhət verin. Hepatit B çıxıb. Ginekoloqla məsləhətləşməlidir. Mən burada nə deyə bilərəm? Ümumiyyətlə, çox vaxtı anada olan hepatit B və C dölə təsir eləmir. Yəni ona görə də mənə elə gəlir ki, o xanım arxayınlıqla öz hamiləliyini başa vura bilər. Hamiləlikdən sonra dəqiq, düzgün müalicə olunma. Hepatit B-nin müalicəsi bugün mümkündür və onu müalicə eləmək olar. Təşəkkür edirəm. Əziz tamaşaçılar, xatırladıram ki, telefonlarımız 532 79 492 16 20 açıqdır. Sadəcə olaraq mən 69 74-də gələn SMS-lərimiz çox olduğu üçün çalışıram onları bir qədər cavablandırsın həkimlər. Sıradan çıxardaq. Alo. Alo. Bəli, salam. Salam. Həkimlərinizə salamlayıram. Buyurun xanım, salamladınız artıq. Buyurun söz. Mümkünsə biz börəkdə vaspalenli, birinci sualımız sizədir. Bəli, böyrək iltihabı, bəli. İltihabı, bəli. Onunla bağlı mümkünsə bir çarə deyərdiniz mənə. Və diaqnoz nə qoyublar? Yəni iltihabı sözü ümumi sözdür. Məsələn, deyir ki, mən... Vaspalenli da. Vaspalenli, yox. Mən sadəcə xəstəliyin adı. Aydın oldu, xəstəliyin adını bilmirsiniz. Sağ olun. İkinci zəngi qəbul edək. Alo. Alo, Tural sakit ol. Tural sakit ol. Alo. Alo. Aydın olmadı nə dedi. Yəqin ki, prodüserimiz indi bir də təkrar zəng gelib öyrənər görə ki, tamaşaçımız nə demək istəyirdi. Böyrək iltihabı ilə bağlı.
Böyrək iltihabı dediyiniz kimi bilmədik xəstəlik nədir? Çünki böyrəklərin iltihabı müxtəlif ola bilər. Böyrək glomerulonefriti ola bilər, böyrək pielonefriti ola bilər. Niyə görə biz bunu soruşduq? Yəni ki, bunların müalicəsi də ayrı gedir. Glomerulonefritin də özünə xas müalicəsi vardır və pielonefritin də özünə xas müalicəsi vardır. Yumağcıqların iltihabı, böyrəklərin, kasacıqların iltihabı, yəni müalicə ayrı gedir. Bunun üçün biz xəstədən həmişə niçiparinka sınağını istəyirik. Yəni burada leykositlərin, eritrositlərin miqdarı bilmək üçün, yəni orada gedən iltihabi prosesləri dəqiqləşdirmək üçün. Bunu biləndən sonra biz onlara uyğun müalicə yazırıq. Elə belə yəni fitoterapiya kimi bu urotiya çayı var, yığıntı, onun içində hər bir şey var, yəni böyrək üçün. Amma yenə də mən bunu yazmıram, xəstəyə demirəm. Çünki onu ta ki dəqiq müəyyənləşməyincə qədər, sidiyin ümumi analizi, sidiyin biokimyası verilməyənə qədər, ələ gəlməyənə qədər biz onlara müalicə yazmırıq. Mən istərdim Gülər xanımın dedikləri ilə şərik olum və bir də əlavə eləyim ki, həmən insan dəqiq yoxlanmalıdır. Böyrəyin iltihabı 100-ə qədər xəstəlikdə böyrək iltihabı ola bilər. Məsələn, bütün immun iltihabı xəstəliklərin hamısı birinci böyrəyin iltihabı ilə. Məsələn, qırmızı qurd eşənəyidir, sklerodermiyadır, hətta spid xəstəliyidir. Yəni, bir çox xəstəliklər, hansı ki immun iltihabı xəstəliklərdə hamısı böyrəkdə iltihabı proses verir. Yəni, orada dəqiqləşdirilməlidir, iltihabın səbəbi nədir? Bütün böyrək daşı xəstəlikləri böyrəyin iltihabı ilə gedir. Bütün sidik kisəsinin xəstəlikləri böyrəyin iltihabı ilə. Çünki istər-istəməz qalxan yolla infeksiya qalxır, böyrək zədələnir. Buna görə də və ona ümumi görə də söz burada demək dəqiqləşdirilməlidir və yaxud da ki, dəqiqləşdirə bilmirlərsə, buyursunlar, gəlsinlər, biz dəqiqləşdirək və o xəstəni müalicə. Amma uroloq, mənə elə gəlir ki, bunlar bir normal bir uroloqa müraciət eləsələr, o xəstəliyin səbəbini dəqiqləşdirər və onu müalicə eləyər və o işdə aradan götürürlər. Yəni, bugün elmin qarşısında, tibb elminin qarşısında böyrəyin iltihabı müalicə eləmək kiçik bir işdir. Təşəkkür edirəm doktor. Biz reklamlara ayrılırıq. Reklamlardan sonra yenə birlikdə olacağıq. Əziz tamaşaçılar, telefonlarımız 512-79 və 492-16-20 açıqdır. 69-74 SMS ünvanımız açılır. Hələlik isə reklamlar. Verilişin baş sponsoru Herbaflow.